Təksilli hərəkəti ya bir tərəfli bakı. Əgər istəyirsiniz bir güclü hərəkət öyrəşəsiniz, bu videoya çox diqqətli baxın. Təksilli hərəkəti ya bir tərəfli bakı 3 şumarədə icra olunur. 1 2 3 1 2 3. Həm rədif həman ütüləmə hərəkətidir. 1 2 3 1 2 3. Dərxastım var da diqqətlə ayaqlarına baxaq və bedahə halətində birlikdə təmin edəcək. Bu hərəkət ya sağa vurulur, ya sola vurulur. Sol tərəfə hərəkət müxalifdir. Sağ ayaq qabaqdadır. Başlayırıq bir dənə atılmaqla. Ayağı göydən birinci sındırmaya tay yendiririk aşağıya. 1. Öz üçü gördünüz. Şumarı 1-də ayaq göydən şəllağı gəlir aşağıya və bərain ki bu hərəkət dubara təkrar olsun. Bu bir tərəfli hərəkətdir. Həmişə bir tərəfə təkrar olunur. Bir dənə ikinci ütüləməni buna izafə edəcək. Yəni bir dənə olacaq şumarı 1 ki çox oxşur birinci sındırmaya, atılması fəqət bir dənədir və idaməsində ikinci ütüləməni dalısına yapışdırırıq. Lütfən bir də baxaq. Sağ ya sol ayağı saxlamışıq, yerə yaxındır şəx. Bir dənə atılma ilə ya şəx açırıq da tazaşdan 1 və indi ikinci ütüləmə 1 2 və təkrar 1 1 2 1 1 2 1 1 2. Təksillə də çox önəmli bir ittifaq ki düşür. Şumarı 1-dir ki atılırıq və ayağı atırıq. Bu qismətə bunu riayət eləyək ki, ayağımız kamilən keşikdədir. Həman şəx ayağı saxlayırıq. Çox iti vəziyyətdə ayağı yığıb və atırıq. Və o birisi ütüləmədə də ayaqlarımız yenə də şəx və şəxdir. Kolli bu hərəkətin şumarəsi olur 1 2 3 ki, birə bir dənə izafətər çəkinmə veririk. Keşiş veririk. Olur 1 2 3 1 2 3. Əllər üçün istifadə edirik bu hərəkətdə. Pişnahadı da əlbəttə ayrı əllərdən də istifadə oluna bilər. Biz sizə pişnahadımız qəbirçi cəlsələrdə işləmişdik. Çətin əl idi. Həman qartal əlin qolumuzu aparırdıq üstə. Ya sağ, ya sol. Form hərəkət budur ki, əgər mən ayaqlarımı sol tərəfə icra edirəm, sol əl üstədir. Əgər sağ tərəfə icra edirəm, sağ əl üstədir. Pəs, əllər çətin, ayaqlarımızı icra edirik. Baş bu tərəfə dönmür, açıq ələ sarı dönür və başlayırıq. Qəddimi haradan ki başarıram, sabit saxlayırıq. Yəni atılmamız bu modeldə yoxdur. Qədd sabit və ayaqlar güclü icra olunur. Çox sağ olasınız. Təksilləni birlikdə öyrəşdik. Bu hərəkətin məharəti pişnahadımız budur. Feili halətdə üçün taza hərəkət öyrəşmisiniz, bir yerdə icra eləyəsiniz və ayəndədə yavaş-yavaş müsəllət olduqca eləyə biləcəksiniz, bitəsiniz, eləyə biləcəksiniz, hərəkətlə qabağa gələsiniz, şayət dalıya gedəsiniz. Bəli, feili halətdə pişnahad bir yerdə icra eləməkdir. Məmnunam ki, bu ləhcədən bizdən yol verirsiniz və gözəl təmrin edirsiniz.